onu heç vaxt bağışlamayacağım. Allah da bugünkü gün onu nakazat eləyir. Mən elədiyi hərəkətlərə görə. Mən ona yığıb axtardım 12 yaşımda. Yığıb axtardım. Mənə bilsiz nə dedi? Mənim köməkçimdir. Bunu efirdə də demişəm də. Gizlətmirəm ki, efirdə də adını çəkmək istədim. Prosta ağlayırdım deyə yadımdan çıxdı. Amma çəkəcəkdim. Yəni mən ondan qorxmuram. Mən onun qızıyam. Niyə kimsə mənə deməlidir, atası kimdir, tanımır. Tanıyıram atamı. Heç vaxt bağışlamayacağım. Halal xoşumdur, halallıq da vermirəm. Bu 19 ildə məni axtarmadın. İnsan üzünü görmək istəyər. Nə bilim, ağlamağım gəlir uşaqlar da, bunu danışmayaq. Yəqin ki, yaxınları buradan mənə baxır da. Yəni, bu sözlərimi ona çatdırarsınız ki, sənin qızın Yağmur, sən həmişə axtaran olub. Mənə deyir, mənim 2 dənə qızım var, mən sizi tanımıram, xanım. Bunu hansı qız götürə bilər? Heç kim. 12 yaşında uşağa o sözü demək. Xəyallarını qırmaq. Hamıya maraqlıdır. Atası kimdir? Erşən